Efir yağların düzgün istifadəsi qaydasından danışacağım sizlərə. Deməli, bu efir yağı məni neçə dəfə xilas elədi. Özünüz bilirsiniz ki, indi çox qripin virusu yayılıb və hamı çox ağır keçirdir. Və bir neçə dəfə mən belə xəstə insanlarla ünsiyyətdə olduğuma baxmayaraq mən xəstələnməmişəm və mən neyinirdim? Deməli, bu pixta yağı, pixta fir, İngiliscə firdir. Deməli, bu yolka ağacının bir növüdür. Deməli, tökməyə heç ehtiyac yoxdur. Belə yaxınlaşdırdınız biraz. Bak, görürsünüz, bir damcı var burada. İndi belə eləyirsiniz, hissedirsiniz yağı və nəfəs alırsınız. Oh, bu yağ elədi ki, bütün burun, beyninə qədər gedir belə. Həm xəstəliyə qarşıdır, virusları öldürür, bakteriyaları öldürür, həm öskürəyi aparır, asanlaşdırır nəfəsi və depressiyadan adamı qoruyur, hal-əhvalı qaldırır. Oh, çox sevirəm bu yağı. Belə 2-3 dəfə elədiniz. Hara gedirsə gedin, xəstələnməyəcəksiniz, hər şey də yaxşı olacaq.